ustadır. Yo yo yo. İstəmirəm, sağ ol. Allah qapını açsın, yaxşı yerdən. Allah ruzuvu yetirsin. Allah sənə gözəl qızlar nəsib eləsin. 20, 25, 30 yaşında qızlar nəsib eləsin. Allah səni xoşbaxt eləsin. Yarayanlardan olasan. Qapın gözəl yerdən açılsın, qardaş. Başağa dönərəm sənin. Mümkün deyil də, yəni. Yo. Dünya axirət qardaşımsan. Qurban olaram sənə. Əllərin qızıldır sənin. Polpatolog yo. Heç elektrik də qurtarmaz. Bayaqdan polpatolog edin də elektrik oldu. Yo. Heç elektrik də qurtarmaz. Getdikcə artacaq amma qurtarmaz. Polpatolog elektrik yox. Nə olur olsun qurtarmaz. Aşağı dönərəm. Allah sənə gözəl qızlar qismət eləsin. Nuş olsun xanım, çox sağ ol. Rüzgü Aycan. Niyə əziyyət çəkir, pulu azdır ona görə? Bacı, əziyyət çəkir, Allah əziyyətin dəyərləndirsin. Amin inşallah. Bacı, qurban olsun sizə. Allah əziyyətin dəyərləndirsin. Allah gözəl qızlar nəsib eləsin. Allah bəxtin gözəl yerdən atsın, məndən uzaq olsun. Bacı, qurban olsun. Əziyyət çəkir, yaxşı eləyir. Allah canını sağ eləsin. Hamı əziyyətlə pul qazanır. Bu, indiki zamanda heç kim müftə pul qazanmır. Gözəl bacım. Kimsə əziyyət çəkir deyənə, durub ona yazığımız gəlib, gedib ondan bir yaşamaq məcburiyyətindəyik, biz də əziyyət çəkməliyik. Heç vaxt heç kimə yazığımız gəlməsin. Hər zaman yazığımız gəldiyi insanları ayağa qaldırmışıq, əlindən tutub. Talkat eləmişik, ayağa qaldırmışıq, pul görən kimi ilk təpik bizə vurub. Ona görə heç kimə yazığımız gəlməsin. Hamı əziyyətlə pul qazanır. İndiki zamanda elə bir insan yoxdur ki, səbəbini dedim də, ay bacı, deyir ki, davul belə dengi-denginə. Talih, çox sağ ol. Deyir, davul belə dengi-denginə. Neyini maşqul ki, tərəfdə box da. Həq elədi, niyə bilmirəm, düppə düz deyirsiniz, valla. Mən, tutaq ki, mən məsəl üçün deyirəm, amma məsəl üçün. Ayda məsəl üçün nə qədərsə pul qazanıram. Və mən artıq örgəşmişəm o qədər qazandığım üçün elə yaşamağa. Biri gələcək daha aşağı pul qazanacaq və mən öz pulumla yaşayacamsa, mən neyinirəm onu? Və məsəl üçün mən 10 manat qazanıram, 10 manat xərcləyirəm. Sabah birisi gün gələcək 3 manat qazanan. Düzdür? Mən əgər 10 manat qazanıb 10 manatımı xərcləyəcəmsə, mən neyinirəm 3 manat qazananı? Burada. İndi valla onlar anlayırlar. Yəni Allah hər kəsin işini avand eləsin, rozusunu bol eləsin. Allah hər kəsin başından töksün. Amin inşallah. Allah heç kəsə möhtac eləməsin. Amin, amin, amin inşallah. Müjdedən danışmaq istəmirəm aşkım. Hə, ürəyim, Günel Ticarət Mərkəzində işləyirəm. Səhvsən, bacı, get sən ən kasıbından yapış. Sən düz ol, mən səhvəm. Qoy bu mənim səhvim olsun. Qoy bu mənim eybim olsun. Hə. Güzel bacım. Sən düz elə, mən səhvəm. Sən düz yolu seç. Özümüz qazanıb yiyəcəksə, yenirik. Normal. Onlara sərf eləmir, ona görə elə deyir. Hə, ucuzluqdur. Ay bacı, bəs sevgi, bəs istək nə olsun, biraz az ola. Bacı, get sev də, qurban olum. Qabağını kəsmişəm. Bu mənim düşüncəmdir, şəxsi düşüncəmdir. Necə ki, mən sənin düşüncəvə sayğı duyuram, sən də mənim düşüncəmə sayğı duyur. Bu mənim fikrimdir, ürəyim.
Mən belə düşünürəm. Sən elə düşünürsən, Allah canını sağ eləsin. Allah sənə kasıb sevgilər nəsib eləsin. Nə deyim ay bacı? Bu qız reallıqdan danışır da, niyə acığınız gəlir, düzə düz danışır. Valla da. Düz deyirsən, düpədüz. Bugün bazardır. Sevməyin demir ki, ay sağ ol da. Vüsalə yenə deyir. Mənim üçün öncəlik diqqət, qayğıdır, sevgidir. Hə. Amma pul mütləqdir. Yox aşkım, təzə yemişəm. Aşkım, qara çörək niyə yeyirsən ki? Normal çörək yedər. Sən kökəlmək istəyirsən axı. Elə bax mənə, dədəyə oxşuyursan elə baxanda. Pulsuz həyat nəyə lazımdır? Met, teşekkürler. Ay bacı oxu da, nə yazmısan ay ürəyim? Əvvəl evli olanlar sonradan qadın üçün qazandı deyil. Ay bacı, əvvəldən evli olub, sonradan qadın kişidən çox pul qazana bilər. Onlara aid deyil bacı. Söhbət indidən gedir. Bu qızı anlayan dərin düşünməlidir. Valla da. Talih çox sağ ol, təşəkkürlər ol. Raulu çağırır, hə bacı. Bildir Raul buradadır ona görə. Ne kadar çay içtim az. Mənim düz sözüm çoxlarına xoş gəlmir, amma dərin düşünsəz görəcəksiniz ki, mən düz deyirəm. Qadın zaten bu dünyada əziyyət çəkir. Əlbəttə ki, pişiklərim var, qızlar, nə olar pişikləri sahibləndirirəm, nə olar siz də paylaşın da, xahiş edirəm. Çox-çox xahiş edirəm sizdən. Nə olar bir dənə paylaşacağım, siz də götürün məndən paylaşın da, kim istəyirsə mənlə əlaqə saxlasın. Xahiş edirəm sizdən. Neçə pişiyim var. Səhifədə paylaşacağım, baxarsınız. İndi durmayayım ayağa. Raul, pəncərə açıq qoyda, nə olar anan qurban. İstəm pişdim. Birim 4. Pəncərə açıq qoy, istəm pişdim. Aşkım, niyə ürəyim bulanmır səni? Qaynadılmış yumurtaya qatırlar ya, ona anan qurban. Onda daha dadlı olur. Belə də dadlıdır. Evdə. Ay bacı, debəsə onu deyirəm də çatdıra bilmirəm. Düzdür, Allah yetirir, Allaha qurban olmalar, ruzusunu Allah yetirir. Amma yəni çöldən gətirdiklərim çoxdur.
Nə olar, onları kömək eləyin, sahibləndirim də, nə olar, xahiş edirəm qızlar. Elə bir qurum tanıyırsınız, ora verim. Çöldən gətdiklərimi, öz pişiklərimi yox. Nə olar, var elə bir qurum, aparım verim. Tanıyırsınız elə bir yer, pişikləri sahiblənsinlər. Lap ayda da yardım da göstərərəm də, yəni bacardığım qədər. Yoxdur, neçə yerlə maraqlanmışam, yoxdur. Çöldən gətirmişəm, istəmirəm təkrar çölə buraxım, yazıqdılar. İtlərim varsa bir şey, yox, nə qədər maraqlanmışam, tapa bilmirəm. Üsaygül, can, çox sağ ol ürəyim. İdeya götürmür ürəyim. İdeya deyir ki, biz sağaldırıq. Mənim pişiklərim xəstə deyil ki. Kəşke Azərbaycanda olsam götürərdim can. Bilmirəm, İra xanım. Özdə həci baxmır ki, ora Teymur müəllim baxır. Can, Gül xanım, çox sağ ol. Yo, ideya götürmür. Yox, hayır, elə şey yoxdur. Aleyküm salam. Götürmürlər aşkım, götürmürlər. Hansıdır denən görüm Timaya düşür. Çox sağ ol ürəyim, Arif Məmmədov. Sən necəsən? Belə də. Belə də ürəyim. Belə də. Heç yaxşı deyiləm. Yaxşı olmağa çalışıram, amma heç yaxşı deyiləm. Ona inanın, necə əlaqə saxlam. Ne deyirsən? Bizim məhəllədə doludur işlər. Adamın yazığı gəlir, evdə gətirməyə qoymur, kirayədə olurum olacaq. Çoxdur bir şey çöldə. Sənin ərin var? Yox. Hamısını ye. Deyirəm, iş adamları var, çoxlu pullu adamlar var. Niyə bir dənə yuva düzəltmirlər? Nə olardı ki, bir dənə yuva düzəldərdilər? Çörək də yeyirəm, çörəksiz də yeyirəm. Bizim vətəndə ancaq özləmişəm. Həqiqətən də nə olardı ki, elə eləyərdi? Ты моя красивая, сладкая, моя любовь. Çok sağ пупсик мой. Ты мой пупсик. Ой, зайчик. Estağfurullah. Asker
Görmürsən zəhər leblebi sladka yamaya. Yox bir. Neynim Любовь моя. Neynim люблю тебя. Hə, çox sağ ol, heç nə eləmə. Ay Allah, amin inşallah bacı, grafik dizayner, amin. Allah səni ağzından eşitsin, amin. Yedin ha onu. Getmə, gəl ye, sonra gez. Hara getdi bu uşaq? Yox aşkım, yox. Dödüləbniyə всё. Çox sağ ol, təşəkkür edirəm ağay Arif. Başa dönərəm. Bir şeylərmə yer tapdan olar qoyum. Nə olar, xahiş edirəm. Bir şeylərmə yer tapa bilərsən qoyun. Ancaq işə gələ bilərsiniz İra xanım. Tapa bilərsiniz Arif müəllim. Adında bir qəribə deyir. Neçə yaşın var Arif müəllim? Arif müəllim qaçdı. Ən az bir 70 yaşı var, çünki Kiril əlifbasına yazır. Ürəyin qalxırsa yemə. Qalxır, hiss eləyirəm ağzında şişib. Yox. Ağzı sil. Arif müəllim qaçdı. Arif müəllim, huy, hara getdin? Niyə çıxardırsan bacı? At çıxartmıram, çöldən gətdiyim bir şeyləri sahibləndirirəm. Arif müəllim yoxlara qaçdı. Doğrudan hara getdi? Ay Arif müəllim, buradasan qadın alım. Yaxşısan, ürəyin zadını tutmayıb. Mən nağardım ki, hələ sənin ürəyini tutsun, qurban olum. Deyirəm, mənə bir kömək edib, bir şeylərimə yuva tapım. İki də şirin söz dedim, sladkayım oy. Pupsik, zayçık dedim, bacı kişi yoxa çıxdı, hələ heç nə eləməmişəm, and ol Allaha. Həzəsan ol. Düşüş burnunda yoxa çıxdı, Allah haqqı. Doğrudan yoxa çıxdı. Bu yaz. Arif müəllimlə də yarımadı. Neyse Aycan. Yox, çıxmayıb online'da. Satırsınız neçədir bir şey satmıram, sahibləndirirəm. Ləman düz deyir, kişiyə də kart atım, görüm nə reaksiya verir. Kişilərdən qaçmağını istəyirsənsə, nəsə istə. O düzdür ha. Necəsən yaxşı? Nəyə
Oxumursan. Niyə oxumursan? Sən yazdın, mən oxumadım. Nə vaxt yazdın, ay Arif müəllim? Bayaqdan səni çağırmaqdan öldüm. Deyirəm, mənim pişiklərimə yuva tap da. Tapa bilərsən. Ya da bir dənə ərazi tut, pulun var. Pişiklərimə baxdır da, nə olar ki? Eləyə bilərsən bunu. Deyir, bayaqdan yazıram. Yuxarıda yazıb səni sevir. Az nağarlam, mənə boş-boş sevməyi, mənə soruşdan hamı mənə sevir. Allahın adına and olsun. Tikansız qızılgülü kim sevməz ki? Neçə dənədir? 11 dənə özümündür. 7-8 dənəsi çöldən gətirdiklərim. Deyib bu kimdirsə tapacaq bacı. Rotgirutdu nədir? Aslan işarəsi qoyub. Şir həmişə şirdir mənim qardaşım. Kimdirsə bu tapacaq. Salam, aleyküm salam. Allah haqqı tapacaq bir kimdirsə. Hiss eləyirəm. Nə olar yer tapda bir şeylərimi qoyum. Nə olar çöldən gətirmişəm, müalicə eləyib sağaltmışam. İndi də yeri yox taparım qoyum. Niyə gətirsən? Göz izadı xəstə olur. Burun izadı axırda ona görə. Gətirib çağaldıram Allah haqqı. Yazım düşmür, yox. Neynim, çöldə var adamın. Nə olar kömək elə də. Xahiş eləyirəm. Mümkündür. Elə yer var, aparım qoyum. Danış aparım qoyum, nə olar ki? Allah'a da xoş gedər. Yazım düşmür, düşmür. Ay Arif müəllim, nə yazırsan qurban olum. Nöqtədən vergildən qoy. Elə nə oldu? Elə sən yazdığın düşmür, cəmaat yazır, düşür. Bir dənə kömək istədim, sırası qaçdım. Apar ver Zorpaka. Sıx istəsən Zorpaka niyə verirəm ki? Zorpakda da pişik olur. Məsələn sən. Salam. Aşkım qatıb qarışdırma. Ürəyin qalxar mama qoba. Tökdün üstə. Ol mənim arvadım. Mənlə sən qıqam. Ay Allah, sənə qurban olaram. Ay bacı, ay olum ay Allah. Kəpənəyin olum ay Allah. Bir gün bəsimdir. Bir sutka yaşadım, bəsdir bu dünyada. Allahım, kəpənək olmaq istəyirəm. Başa dönüm, deyirəm bir şeylərmə yer tap, deyir arvadım ol. Varırsan heç olmasa. Pulun çoxdur, pulun. Pulun yox ha, pulun. Pulun çoxdur. Görək nə bir cüdür. Tovuza çoxlu salamı. Bəxtim açılıb az seyirsin. Pulun çoxdursa, yaşın da azdırsa, neçə yaşın var, nə bir cüsən, haralısan? Kanişna yazıb az. Bu yaz sən kanişnavı yesinlər. Hə, haralısan, yox haralısan, neyinirsən az? Nə bir cüsən, neçə yaşın var? Zorpakda bir şeylər götür. Az yox, inanmıram götürürlər. Zorpak bir şey götürməz. Ali nətərsən kürəkən? Baldızı bəxti açılıb gözdə. Sən baldıza bir şey eləyə bilmədin, görsən bəxtini açıblar. Pulsuzdur. Sən necəsən baldızı? Yaxşı, sağ ol. Bakılı Dolça 35 yaşı var. Ay qurban olum, sən məndən balacasan, Dolça bürcü dözdə.
Amma elə hiss edirəm ki, yaşlı kişisən Allah haqqı, yazılışından, danışığından. Bir şeylərimə yer taparsan mənim. Harda yaşayırsan? Oxu da, ay ürəyim, nə yazmısan oxuyum. Görmədim axı, başıma dönüm, düşmür yazdığın sən. Elə ancaq gülürsən, sənin yazdığın düşmür. Ne yazmısan, yazın düşmür. Eybi yox, səni sevirəm. Ay, bir şeylərimə deyirəm, yer taparsan. Uf, ürəyim sıxıldı. Yox, qurban olum, sən gələrsən məndən qədəş-qədəş danışasan. Mənim də yırız beynim çönəcək. Bir tərəfimdə basqallı gic. Allahın adından da olsun. Ailə müharibəsi sadə olar, qurban olaram. Sən gedəş-gedəş təsbihi sallaya-sallaya papağı qoyub danışacaqsan. Mən də beynim çönəcək. Mən də o deyil. Mən də özümdən 5 metr xozuyam. Bizdə alınmaz. Bir dənə prosto pişiklərimə yer tap. 2 sadə yazır, 65 yaşı var. Nə olar ki, qarşılıqsız kömək edin də. Xanım nə istədi ki, vallah da. Onlar da gəlsin. Az pişiklərimi də qəbul edir. Olmaz ki, sən məni sevə-sevə, pişiklərimə qarşılıqsız hardasa bir yer eləyəsən. Olar belə. Yox, aşkım, bu mənim xadnoyum az pensiya, az bilən pensiyonerdir. Danışığından hiss olunur. 35 yaşında adamın yazısı deyil. Конечно deyir. Asaya eləyərəm deyir. Yox, qurban olum. İncimə, sən çox özündən razı danışırsan. Xoşuma gəlmir özündən razı danışan insana. Mən beynim çönür ki. Sən belə özündən davolnya. Yox. İncimə, xətbə. Mənlik deyilsiz. Bax, mən burada bədbəxtam da bacı. Birinə deyirəm özündən razısan, birinə deyirəm gözün üstə qaşın var, birinə deyirəm arıqsan, birinə deyirəm boyun balacadır, birinə deyirəm burnun uzundur, birinə deyirəm niyə belə dedim, birinə deyirəm çox özündən razısan, nə bilim yekəxanasan. Hərəsinə bir söz deyirəm, axırda da evdə qalım. Verə bilərsən balaxanı da, yoxdur da, yoxdur, maraqlanmışam, yoxdur. Valla yoxdur, nə olar... Biz bir-birimizə yaşayarıq, yaraşarıq. Biz bir-birimizə yaraşarıq. Yox, qurban olum, mən sənə yaraşmaram, sən də mənə. Sən məndən daha gözəllərinə layiqsən. Allah yolu açıq eləsin. Allah canı sağlam eləsin, ömrü uzun eləsin, cibi dolu eləsin. Allah sənə gözəl qızlar nəsib eləsin. Mən sənə yaraşmaram, başa dönərəm. Get, qurban olaram sənə. Aygül sənin rəfiqəndir, hə. Ay, nə olar, yer tapda xahiş edirəm, nə olar, ay, adını da bilmirəm, adında interes nədir, rotik kit nədir, o nə deməkdir? Nə olar, yer tapda, rostum 2 metr, ay, neynirəm 2 metrəni 5 saata yazırsan. Az danışsan, Allah başım xarab olur. Baxma da. Başın xarab olur, baxma. Neçə uşaq var? 2. Taliyə çox sağ ol. Çok sağ ol. Of, ay kürəkən, of. Dimaya yediniz tonlaya. Hə. Nə deməzsin? Allah haqqı yazın düşmədi. Salam Visko, salam Fiko. Necəsən? Ay Allah. Ay bala, sən məni necə sevə bilərsən uzaqdan uzağa?
Az Arif heç görür ki, nə edirsə də götürsün. Zerkalli nömrədir, qəşəng. Nəyi zerkallidir? Adamı həvəsdən salır ey bacı. Az demir sən Allah. Nə danışır, işi özü də bilmir. Heç vaxt nömrə vermə. Ay bala, reklam nömrəmdir bu mənim. Bacı, işə getmirsən. Az bu mənim vuxadnoyumdur bacı. Nömrənizi deyirəm. Nömrəmi deyirəm də, reklam nömrəsidir. Çox sağ ol Fiko, təşəkkürlər. Любовь первая взгляд. Hə, bu dəqiqə. Bir baxışdan vurulub az mənə bu. Arif, kişi sevirsən, yaxşı edirsən, qəşəng hədiyyələr görsə, düz deyir. Ay Arif, indi sən məni sevirsən də, düzdürmü? Bir baxışdan da vurulmusan. Eləmi? Düzdür dana? Hə? Hə. İndi sən mən pişiklərimə yer tap. Rus dilini də zəlil qoyuraq, Arif. Əsas o da fikrini çatdıra bilir bacı. Hə, şeydir. Hə, indi nə deyirsən ay Arif? Pişiklərimə yer tapırsan, başa dönüm. Arif'i də belə itirdim. Pişik nədir? Az pişik də, nə pişik? Mənim pişiklərim var, çöldən gətirmişəm. Gözlərin zadını sağaltmışam, indi çölə buraxmaq istəmirəm, sahibləndirmək istəyirəm. Ona görə pişiklərimə yer axtarıram. Nə olar, pişiklərimə yer tapında, xahiş eləyirəm sizdən. Çox-çox xahiş eləyirəm. Hə? Nə olar? Sevirəm. O nə deməkdir? Sevirəm. Elə belə ölürəm. Əlbəttə. O nə deməkdir? Sevirəm yazıb, prosto deyir ölürəm. Əlbəttə. Gətirin Oğuz rayonuna. Yox, boyda yolu hara gətirirəm. Sevmirəm yazıb. Hə, sevmirəm yazıb, yaz. Sevirəm oxudum onda. Sevmirəm deyir, ölürəm sənin üçün. Hə, yaxşı eləyirsən. Ay bacı. Arif, sən başa salana qədər. Kanişna, hə, yaxşı. Kanişnanın da kontentini oxuyuram bəyəxdən. Allah'ın ondan sonra istedim diye bir kontentini yazmışsan. Gördüm yok, kanişna yazdım. Ay, Rotkit. Nömrəmi verdim də sənə, başa dönüm. Nə olar, WhatsApp-a yaz, görüm haran deyirsən. Sep açılmayıb. Tamam, çox sağ ol. Naydum isə. Hə, tap da nə olar, xahiş eləyirəm. Nə olar, çox xahiş eləyirəm. Tap da. Nədə, nə bilirəm. Yox. Köhnə evimdə. Nə olar, Vüsalə xanım, evi satdınız, yox. Bütün pişikləri, yox. Çöldən götürdüyüm pişikləri.